Baxdığımız mövzu 1.1.3-dür. Fən kurikulumuna aid əsas terminlərin təsviri. Fikirlərdən biri yanlışdır. Birinci sualımız belədir. Alt standartın siniflər üzrə dəyişməsi üfüqi inteqrasiyanın həyata keçirilməsində rol oynayır. Bu bizim üçün doğrudurmu, yanlışdırmı? Əlbəttə bu yanlış cavabdır. Alt standartın siniflər üzrə dəyişməsi. Ümumiyyətlə, bəli, siniflər üzrə dəyişmə dediyimiz məsələ biz demişdik ki, ümumiyyətlə inteqrasiyamız 3 yerə bölünür. Fən daxili, qələmimizin rəngini dəyişək. Demişdik, fən daxili inteqrasiya, fənlər arası inteqrasiya və fən üstü inteqrasiya. Fən daxili inteqrasiyada biz demişik ki, bir var şaguli inteqrasiya, bir var üfüqi inteqrasiya. Şaguli inteqrasiya odur ki, mən burada siniflər arası inteqrasiya edirəm və həmişə böyük bir sinifdən aşağı bir sinifə müraciət olunur. Məsələn, 10-cu sinifə dərs keçdiyim halda deyirəm, uşaqlar, yadınıza gəlir, 9-cu sinifdə biz başqa bir mövzunun adını çəkə bilərəm, başqa bir məzmun xəttinin adını çəkə bilərəm. Amma üfüqi inteqrasiya dediyimiz məsələ nədir? Bəli, o siniflər arasında deyirsə bu şagülüdür, üfüqi deyil. Üfüqi nədir? Bəs eyni sinif, eyni fən, ayrı-ayrı mövzu və məzmun xəttləri arasında. Ona görə də bizim üçün yanlış olan cavab A variantıdır. Sinifdən sinifə keçdikcə alt standartlar dəyişsə də məzmun xətti dəyişmir. Bəli, biz qeyd elədik ki, eyni fən daxilində məzmun xətti dəyişmir. Bəs sinifdən sinifə keçdikcə dərinləşən və mürəkkəbləşən nədir? Alt standartdır. Biz alt standartın 4 dənə funksiyasını qeyd eləmişdik. Birinci funksiyamız təlim strategiyalarının düzgün seçilməsi, təlimdə inteqrasiyanın təmin edilməsi, daha sonra təlimin məzmununun davamlı inkişafı, bir də biz demişdik ki, baxırıq bilik və bacarığımızı, yəni dərsimizin məqsədini seçirik. Baxın, məzmunun davamlı inkişafı deyəndə nə baş verir? Bu o deməkdir ki, 7-ci sinifdə əgər siz tarix mövzusunu keçirsinizsə, eyni mövzunu, 11-də də eyni mövzunu keçirsinizsə, eyni mövzunu keçirsiniz. Bax, məsələn, tutaq ki, ərəb xilafətini keçirsiniz. Ərəb xilafəti. 7-də də məsələn deyirəm də nümunə olaraq deyirəm. 11-də də keçirsiniz. Amma eyni şeyi tədris edirsiniz. Eyni cür şagirdin qabağına çıxırsınız. Xeyr, 7-də biraz daha sadədir, daha sadədir. Yüngülvaridir də belə deyək. Amma 11-də daha mürəkkəbdir. Siz 7-nin materialını 11-ə öyrətmirsiniz. Aydındır? Və yaxud da 11-in materialını 7-yə öyrətmirsiniz. Artıq 11-ci sinif üçün o bilirsiniz necə? Qulaq asmayacaqlar heç bizə. Deyəcəklər biz bunu bilirik də. Yəni sinifdən sinifə dəyişən, mürəkkəbləşən bizim alt standartımızdır. Getdikcə mürəkkəbləşir. Məsələn, mən öz fənnimdən deyirəm, 5-ci sinifdə hardware keçirəmsə, 11-də də hardware keçirəmsə, eyni mövzu keçmirəm. Biraz daha dərinləşmiş, daha mürəkkəbləşmiş. Məzmunun inteqrativ şəkildə tədrisi şagirdlərin anlama prosesinə təsir edir. Bəli, inteqrasiya nə idi? Dünyanın bütöv bölünməz obrazı idi. Biz şagirdə bunu çatdırmalıyıq və bu da təbii ki, bizdə anlama prosesidir. Müəllim dərs zamanı necə bir üsuldan istifadə edəcəyini alt standart. Bəli, təlim strategiyaları. Strategiya sözünün mənası nə idi? Təlimdə hansı üsuldan, hansı formadan, hansı metoddan istifadə edəcəyimiz idi. Dərs zamanı şagirdlərin nə öyrənəcəkləri dərsin məqsədində öz əksini tapmışdır. Əlbəttə ki, nə öyrənəcək? Yəni bu gün şagird evə gedəndə əlində nə aparacaq? Aydındır. Doğru cavabımız A variantı. Gəlirik ikinci suala. Alt standart məzmun xətti bizdən uyğunluq istəyir. Bəli. Mənimlə bağışlayın. Demək B də düzdür, C də düzdür, D də düzdür, Y də düzdür. Bir dənə yanlış A Bəli, variantıdır. bir dənə yanlış bizdə olur A variantı. Bəli. Çünki özünüz də deyirsiniz, siniflər üzrə dəyişmə varsa, bu bizdə şaguli inteqrasiyadır. Üfüqi inteqrasiya eyni sinifdə, eyni fəndə, mövzular arasında əlaqədir. Mövzu arasında əlaqədir. Davam edirik ikinci sualına. Alt standart və məzmun xəttini tapmaq bizdən tələb olunur. Təlim nəticələrini reallaşdırmaq üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsi, leytmotivi, bünövrəsi. Məzmun xəttidir. Bəli, bu bizdə məzmun xəttidir. Deməli, yoldaşlar, gəlirəm mən burada məzmun xəttinin qarşısına yazmalıyam nə? A variantı. Aydındır. Məzmun xəttinin qarşısına A variantı. İkinci oxuyuram. Təhsil səviyyələri üzrə dəyişməz olaraq qalır. Dəyişməz olaraq qalan bizdə nə idi? Məzmun xətti idi. Bəli. Şagirdin bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi. Baxın,
Məsələ burada nədir? Bəli, bu alt standartdır. Biz demişdik şagirdin bilik bacarığı. Bacarığın digər adı nə idi? Fəaliyyət idi. Fəaliyyət. Biz fəaliyyəti keçəcəyik. Fəaliyyət 3 dənədir. Yəni bacarığımız 3 dənədir. Bilik də 4 dənədir. Biz bunları gələcək mövzularda keçəcəyik inşallah sizlə bərabər. Fənnin əsas istiqamətini, məzmununu müəyyənləşdirən ana xəttdir. Ana xətt bünövrə, leytmotiv nə idi müəllimlər? Bəli, bu bizdə məzmun xətti idi, dəyişməyən, ana xətt idi, bünövrə idi, leytmotiv idi. Siniflər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Bu da alt standart. Afərin, nə gözəl sevindirici haldır ki, özünüz cavab verə bilirsiniz. Əhsən sizə. Deməli, alt standart 1-ə uyğundur S, Y, 2-yə uyğundur B, A, D. Doğru cavabımız A variantı. Ümid edirəm, başa düşdünüz, hər şey qaydasındadır. Yavaş-yavaş da daha da yaxşı olarıq inşallah. Gəlir üçüncü sualımıza. Üçüncü sualda bizdən nə istəyir? Hansı fikir yanlışdır? Yanlışı bizdən istəyir. Diqqətli olaq. Alt standartda tələb olunan bilik, bacarıqlar şagirdlərdə formalaşdırmaq müəllimin vəzifəsidir. Bu bizdə doğrudur? Bəli. Müəllimin vəzifəsidir bu. Hələ ən böyük vəzifəsi budur. Şagirdə bilik, bacarıq, vərdiş formalaşdırmaq. Yəni alt standartın tələbidir. Bəli, doğrudur. Amma bizdən nə istəyir? Yanlış istəyir. Birinci növbədə şərti düzgün oxumaq lazımdır. Fənnin məzmun xəttləri arasındakı əlaqə fən daxili inteqrasiyadır. Bu da doğrudur. Özünüz dediniz bayaq ki, üfüqi inteqrasiya. Fən daxili üfüqi inteqrasiya. Gəlin baxaq. Fənüstü inteqrasiya şagirdin dərs zamanı öyrəndiklərini əvvəlki siniflərdə əldə etdiyi bilik bacarıq. Belə bir şey demişik biz. Demişik. Amma əvvəl, öncə ilki illərdə öyrəndiyimiz, axı bu şaqili inteqrasiyadır. Bayaqlar xətt çəkdikdə ondayam. Deyirəm uşaqlar, öncə ilki öyrənmişik illərdə, məsələn, filan ildə, əvvəlki siniflərdə dəyişirlər, sinonim söz yaradıblar. Öncə ilki illər, əvvəlki illər yerinə öncə ilki illər. Testlərdə bəzən düşür. Bunlar bizdə güya ki sinonimdir. Azərbaycan dilində heç bilməm elə söz var yoxsa yoxdur. Deməli, yanlışdır bu. Yanlışı bizdən istədiyi üçün biz C variantını yanlış olaraq götürürük. Nə üçün? Çünki əvvəlki siniflərdə əldə etdiyi bilik, bacarıqla əlaqələndirmə. Bu bizdən nədir? Şaquli inteqrasiyadır. Fənüstü inteqrasiya deyil. Fən daxili, şaquli inteqrasiyadır. Müəllim tələb edilən bilik bacarıqları həyatla əlaqələndirən zaman alt standartdan istifadə etməlidir. Ümumiyyətlə inteqrasiya alt standartdır. Biz alt standartın funksiyalarını öyrənmişik. 4 dənə funksiyası demişik. Onlardan biri də inteqrasiyadır. Alt standart inteqrasiyanı təmin edir, inteqrativliyi təmin edir. Bəli, bu da bizdə doğrudur. Summativ qiymətləndirmə sualları hazırlanarkən alt standart. Bəli, ötən dərsdə də biz bunu dedik ki, biz summativ qiymətləndirmə apararkən mütləq şəkildə alt standartın tələblərinə uyğun neyinirik? Suallar hazırlayırıq. 20-30-30-20 prinsipində təbii ki, biz hər zaman gözləyirik. Gəlirik dördüncü sualımıza. Diqqətli olaq, bu sual bizim üçün ən, belə deyək də, modda olan sual tiplərindəndir. Deməli, neyinirik? 1. Oxuyuruq. Doğru. Əgər doğru üst-üstə düşürsə, doğrudur. Yanlış, yanlışla üst-üstə düşürsə doğrudur. Doğru, doğru ilə üst-üstə düşürsə doğrudur. Doğru, doğru ilə üst-üstə düşürsə doğrudur. Yanlış, yanlışla üst-üstə düşürsə doğrudur. Amma bizdən pozulmuş istəyir. Yəni, bu nə? Doğru nə deməkdir? Plus deməkdir. Yanlış nə deməkdir? Minus deməkdir. Doğru nə deməkdir? Plus deməkdir. Doğru nədir? Plusdur. Yanlış nədir? Minusdur. Deməli, mənim üçün pozulan nədir? Bir turu, bir false. Yəni bir dənə 0, bir dənə doğru da bir. Bir-birinə vuranda nə verəcək? 0 verəcək. Deməli bizdən bunu istəyir. Yanlış olanı istəyir. Başa düşürsüz? Yanlış olan nədir? Bir tərəf yanlışdır, bir tərəf doğrudur. Bizdən onu istəyir. Gəlin oxuyaq. Alt standart məzmun xəttlərinin tələbinə uyğun dəyişir. Alt standart, bir dəfə də oxuyuram. Məzmun xəttlərinin tələbinə uyğun dəyişir. Ümumiyyətlə alt standart dəyişir. Düzdür? Bu fikirlə razılaşırsınız, alt standart dəyişir. Amma məzmun xəttinin tələbinə uyğun dəyişir deyə mən sizə bir cümlə deməmişəm. Alt standart dəyişir, bəli.
Şagirdlərdə yeni bacarıqlar formalaşdıranda dəyişir, yeni fəaliyyətlər formalaşdıranda dəyişir, summativ qiymətləndirmə apardıqdan sonra dəyişir. Mən bir mövzudan sonra da alt standartını dəyişə bilərəm, mövzunun içərisində də dəyişə bilərəm. Hətta indi yeni qaydaya əsasən alt standartımı təlim nəticəsi kimi də götürə bilərəm. Bir 45 dəqiqə dərsdə 3 dənə alt standart reallaşdıra bilərəm. Zirək müəlliməm də. Deməli, məsələ nədir? Alt standart dəyişir. Amma məzmun xəttinə görə dəyişir deyə bir cümlə mən sizə deməmişəm, xatırlamıram. Kimsə də inanmıram belə bir cümlə sizə deyə və yaxud da kiməsə deyə. Bu yanlışdır. Alt standart dəyişir, amma məzmun xəttin tələbinə görə yox. Ümumiyyətlə dəyişir. Şagirddə formalaşan bacarıqlara görə dəyişir. Hətta yeni qayda ilə yenə də deyirəm, alt standartı təlim nəticəsi kimi götürmək olar. Bu bizdə nədir? Yanlışdır. Deməli, pozulmuşdur deyir. Baxın, bu bizdə yanlışdır. Bu bizdə doğrudur. Elə bilin ki, sıfırı birə vuranda nə verir? Sıfır verir. Mən bunu neyniyəcəm? Pozulub da bu. Deməli, biri götürəcəm. Aydındır. Gəlirim içini oxuyuram. Məzmun xətti sinifdən sinifə keçdikcə dəyişir. Xeyr, Baxın. məzmun xətti dəyişir. Bu zamana da yanlış qoyulub. Bəli, biz buna da yanlış qoyacağıq. Nə üçün? Məzmun xətti bir dənə deyirik ki, məzmun xətti eyni fən daxilində dəyişmir. Eyni fən daxilində dəyişmir. Ayrı-ayrı fən daxilində dəyişir. Məzmun xətti sinifdən sinifə keçdikcə dəyişmir. Bəs dəyişən nədir? Alt standartdır. Çətinləşən, mürəkkəbləşən, bax deyir, yenə də deyirəm. Bunu elə bilin necə? Dəfələrlə təkrar edirəm ki, başa düşəyi. Sinifə daxil olursunuz. 7-ci sinifə də daxil olmusunuz. 11-ə də daxil olmusunuz. 10-a da daxil olmusunuz. Mövzunuz da eynidir. Yəqin sizin də başınıza gəlib də bu ki, axır adam çənəsi ağrıyır. Yəni eyni mövzunu biraz qəlizləşmiş versiyada eyni şeyi danışırsan. Eyni şeyi də axır özün də bezirsən də. Necə dedim? Qəlizləşmiş versiyada danışırsan. Yəni sinifdən sinifə keçdikcə dəyişən və mürəkkəbləşən nədir? Alt standartdır. Biz ona görə buna mənfi yazırıq. Baxın, İkisi də mənfidir də, ikisi də mənfidir. Mənfi mənfi müsbət verir. Amma bizə pozulmuşdur deyir. Deməli mən bunu götürmürəm. Üfüqi inteqrasiya müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xəttləri arasında əlaqəsini təmin edir. Doğrudurmu bu? Bəli. Üfüqi inteqrasiya dediyimiz məsələ üfüqi xətt. Biz orada məzmun xəttləri arasında, mövzular arasında inteqrasiya eləyə bilərik. Doğrudur. Deməli, baxın, bir dənə doğru, bir dənə doğru bizə nə verəcək? Doğru verəcək. Biz bunu götürmürük. Alt standart təhsil alanların potensiallarının reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaradır. Bu bizdə əlbəttə ki, doğru cavabdır. Əlbəttə doğru cavabdır. Bizim elə məqsədimiz də budur da. Deməli biz bunu da doğru götürürük. Doğru, bir dənə də doğru. Biz bunu da götürmürük. Summativ qiymətləndirmə apararkən məzmun standart nəyə? Müəlliməm, burada alt standartı. Afərin, qeyd edirik. Alt standart. Bəli, öyrəndiyimizi sadəcə tətbiq edirik. Bu bizdə baxın, deməli alt standart dediyi üçün bu bizdə yanlışdır, düzdür? İndi kim bizim bir dənə orada düzəliş eləyər bir dənə? Gözləyirəm. Vaxt getdi. Yanlışlar götürək deyirsiniz. Ha, yanlışları götürək yox. Mən sizə dərs keçəndə nə demişdim, necə demişdim? Baxın, elə bilin bir dənə ana var. Məzmun standartı anadır. Mən onu qeyd eləmişdim sizin üçün. Dedim ki, mən bilirdim bax belə testlər var. Baxın, məzmun standartı. Məzmun standartının 2 dənə balası var. Biri alt standartdır, biri əsas standartdır. Alt standartın funksiyaları onsuz da məzmun standartında yer alıb da. Deməli biz nə düşünürük? Biz fikirləşirik ki, baxın, biz fikirləşirik, nəyə fikirləşirik? Deyirik ki, summativ qiymətləndirmə apararkən məzmun standartına diqqət yetirilir. Bu fikir sizcə doğrudur? Alt standarta diqqət yetirilir demişdim. Alt standartlara diqqət yetirilir. İndi mən bunu doğru götürəcəm, yoxsa yanlış götürəcəm? Yanlış deməli. Yanlış müəllimə. Hə, Çünki biz cavab verməyik. Ay sağ ol. İndi baxın, məsələ nədir? Məsələ odur ki, bax mən burada nə yazmışam? Deyirəm ki, bu bizi elə bilin düşünün ki, bu bir anadır, məzmun standartı anadır. Ananın bütün xüsusiyyəti, daha doğrusu balaların bütün xüsusiyyəti analara da aiddir. Yəni summativ qiymətləndirmə apararkən əslində düzdür. Alt standart, amma testlərdə yazılsa ki, məzmun standartı, biz bunu doğru götürürük. Yenə də deyirəm, nə üçün?
Lövhəmizdə mən bunu sizin üçün bir dənə burada izah edəcəm. Bəli, Standartı məzmun bəli, bəli. standartı deyirlər. Bəli, bəli, bəli. Baxın, izah edəcəm burada. Bir dəfə sizin üçün izah edəcəm. Olacaq qəşəng. Bir dənə tələsməyin. Bir dəqiqə. Mən bunları, dəftərlərinizi bir dənə zəhmət olmasa açın. Birdən-birə sizə çox şey deməyi də adam qorxur. Nə üçün? Aləmi qarışdırmayın da bir-birinə. Bax, ona görə hal-hazırda onun yeri hal-hazırdadır demək üçün. Baxın, biz demişik ki, yazırıq. Məzmun standartı. Tələsmədən qeyd edirik. Məzmun standartı nə idi? Məzmun standartı şagirdlərimizin, yəni təhsil alanların, düzdürmü? Biliyi idi, bacarığı idi. Və biz məzmun standartını deyirik ki, şagirdlərimizin biliyi, bacarığıdır, düzdür? Eyni zamanda biliyidir, bacarığıdır, dəyər səviyyəsidir. Biz məzmun standartını bölürük iki yerə. Birinə demişik bilik. Biliyimiz 4 dənədir, öyrənəcəyik inşallah. Birinə demişik bacarıq. Bacarığın digər adı fəaliyyət. Bu da 3 dənədir, bunu da öyrənəcəyik. Bunu qoyduq kənara. İndi bir dənə də deyirəm ki, məzmun standartı bölünür iki yerə. Birinə demişəm alt standart, birinə demişəm əsas standart. Və bu düşünün ki, bu anadır. Bunun 2 dənə balası var. Bu balaların da xüsusiyyəti eyni zamanda məzmun standartına aiddir. Bu qədər. Yəni alt standartın 4 dənə funksiyası var. O 4 dənə funksiya ilə məzmun standartına da aiddir. Alt standartın 4 dənə tərifi var, öyrənmişik də. O elə məzmun standartına da aiddir. Aydındır? Deməli bizim üçün baxın 4-cü sualda 5-ci cavab doğrudur. Aydındır? Yəni yenə də deyirəm, ola bilməz elə bir şey, amma ki, ola bilməz elə bir şey. Amma ki, məsələn, hər hansı bir təlimçinin testində görürsüz ki, məzmun standartı da var, alt standart da var, siz alt standart götürün. Amma görürsüz ki, da bu cavab yazıb da bunu, o hər ehtimal deyək də, məzmun standartı doğru cavabdır. Aydındır? Deməli, biz nə edirik? Bu lövhədə çəkilənləri gözümüzün önünə gətiririk, yadımızdan çıxartmırıq. Mütləq şəkildə dəftərimizə də qeyd edirik. Məzmun standartı sanki düşünək ki, bu bir anadır. Onun 2 balası var. Həmin balaların da xüsusiyyətləri analara aiddir. Aydındır? Yəni 4 dənə alt standartın funksiyası, 4 dənə tərif hələ məzmun standartına da aiddir. Deməli bizim üçün pozulmuşdur istir. Məzmun standartına alt standart da deyə bilərik. Alt standarta biz deyə bilərik məzmun standartı. Əslində deyə bilmərik. Yəni bilirsiniz necə? Əslində deyə bilmərik. Amma baxır da harda. Məsələn, summativ qiymətləndirmə bunu deyə bilərik. İnteqrasiyanı deyə bilərik. İnteqrasiya, bilik bacarığı deyə bilərik. Məsələn, bizə testdə desək ki, şagirdin bilik bacarıq səviyyəsidir. Həm onu sən alt standart götürə bilərsən, həm onu sən məzmun standartı götürə bilərsən. Aydındır? Bildim. Əla. Amma onu əsas standart götürə bilmərsən. Bax, bir dənə diqqətli ol. Dediniz, o nə idi? 4-4 də yazmısınız alt standartını. 4 də alt standartın 4 dənə tərifi var da. Birinci tərif nətər demişdik? Demişik ki, təhsil alanların biliyidir, bacarığıdır. İkinci tərifdə demişdik, təhsil alanların biliyidir, bacarığıdır, dəyəridir. Üçüncü tərifdə demişdik, summativ qiymətləndirmə. Həmin o məsələ summativ qiymətləndirməni təmin edir. Bura nə yazdım ay Allah? Summativ. Dördüncü tərifdə nə demişdik? Təhsil alanların və təhsil verənlərin qarşısında qoyduğu dövlətin normasıdır, tələbidir, bəli. Bir də 4 dənə funksiya demişdik. Hansı funksiyalar idi? Alt standartın funksiyaları. Gəlin bunu. Dəqiq, Aha, bəli. məqsədin dəqiq olması, sonra strategiya olması. Aydın olması, effektiv olması. Təlim strategiyalarının dəqiq müəyyənləşdirilməsi. Təlimdə inteqrativliyi təmin etmək. Təlimin məzmununun Metodlarını, üsullarını. davamlı inkişafı. Bir də təlim məqsədlərinin bəli, düzgün seçmək. 4 dənə funksiyadır. Aybəniz müəllimə. Birinci funksiyamız təlim strategiyalarının dəqiq müəyyən olunması. Yəni alt standartımıza baxırıq. Strategiya nə deməkdir? Müəllimin hansı formadan, hansı üsuldan istifadə etməsidir.
Bu hardadır? Alt standartdadır. İnteqrasiya alt standartdadır. Məzmunun davamlı inkişafı da bunu öldükdə deməkdir. Məzmunun davamlı inkişafı odur ki, sinifdən sinifə keçdikcə daha da dərinləşir, daha da çətinləşir, daha da mürəkkəbləşir mövzular. Və təlim məqsədlərinin düzgün seçilməsi. Elə təlim məqsədi nədir? Dərsimin məqsədidir. Yəni təlim nəticəsidir. Yeni qaydaya da əsasən siz bilirsiniz ki, alt standartın özündə biz təlim məqsədi götürə bilirik. Düzdürmü? Onu ancaq peşəkar müəllim götürə bilməz də. Məsələn, indi düzdür, dərsimizin vaxtından da gedir. Bir şey deyim də, tutaq ki, bizim 2 dənə 7-ci sinifimiz var. Gedib kitabdan onun üçün əgər bir müəllim, peşəkar bir müəllim, neçə ilin bir müəllimi, 5 il artıq keçmiş bir müəllim də, yəni düşünün. Əgər gedib kitabdan təlim nəticəsini olduğu kimi götürüb uşağa izah eləyirsə və yaxud da alt standart oradan götürüb yazırsa, mən o müəllimi qəbul eləmirəm. Nə üçün? Sən başa düşməlisən ki, mənim 2 dənə 7-ci sinifim var. Oradakı uşaqlar eyni deyil. Neynəsində eyni deyil? Mən məsələn görə gəlirəm də bunu ki, 2 dənə eyni yaşda, 2 dənə eyni yaşda sinifdir. Mən birində o qədər gülərüz oluram, o qədər pozitiv oluram, o qədər enerji ilə dərs keçirəm. Mən istəyirəm ki, onlara dərs keçəm də. Vaxt da necə gəlir, necə gedir, hardan gəldi, hardan getdi bilmirəm. Eyni yaşdır, 7-7. Mən gəlirəm o biri 7-ci sinifə, bütün enerjimi sovrurlar. Yəni yəqin ki, mənlə razılaşırsınız, başınıza gəlir də bu şey. Mən onlara keçdiyim dərsi onlara eyni dərəcədə keçmirəm axı təlim nəticəsində. Məsələn, tutaq ki, əgər mən belə deyək də, var, dərrakə fərqi var. dərrakə fərqi var, bəli. Məsələn, tutaq ki, biz əgər riyaziyyatdan ədədlər üzərində əməllər keçirirsə, mən 2 dənə 7-ci sinifdirsə, birinə daha sadə, birinə daha mürəkkəb keçirəm. Daha sadə keçirəm ona görə ki, o uşaqların o deyirsə dərrakə məsələsi əlbəttə ki, aşağı səviyyədədir. Yəni təlim nəticəsi hər sinif üçün ayrı olmalıdır. Hər sinif üçün ayrı olmalıdır. Sadəcə olaraq metodik vəsait bizə verilib, bizim haqqımız, hüququmuzdur ki, biz onunla təmin olunmaq. O sadəcə bizə yoldur, istiqamətdir. Biz baxıb onu köçürməli və yaxud da baxıb onu yazmalı deyilik. Sadəcə baxıb ondan bir örnək, nümunə alaraq yazmalıyıq. Gəlirik 5-ci suala. Yanlış fikri Var, 4-də B variantı oldu da 1, bəli, 5. 1-5, bəli. Gəlirik yanlış cavabı. Sirbizdən yanlış fikri müəyyən edin. Alt standartın siniflər üzrə dəyişməsi şagird inteqrasiyanın tətbiqinə şərait yaradır. Bəli, artıq biz bunu bildik. Şagird siniflər düz gəlmədi. Ş, eybi yoxdur. Məzmun xətti nəzərdə tutulan təlim nailiyyətinin nəticələr formasını əvvəlcədən. Bu kim deyər? Bu nəyin tərifi idi? Əvvəlcədən sözü var. Əvvəlcədən. Təlim nəticələri. Ay sağ ol. Bəli. Məzmun xəttinin tərifi deyil bu. Bu nəyin tərifidir? Təlim nəticəsinin tərifidir. Yanlış cavab B variantı. Özü üçün qeydiyyat aparın. Gedirik 6-cı sualımıza. Təhsil alanların dərsdəki və dərsdən kənar fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsidir. Verilən fikirlə bağlı hansı doğru cavabdır? Doğru cavabı bizdən istəyir. Cavab doğrudur. Gəlin baxaq. Müəllim fəndaxili inteqrasiyadan istifadə edir. Məzmun xəttinin əsas funksiyasıdır. Şagirdlərin öyrəndiklərini həyatda əlaqələndirir. Baxın, dərs və dərsdən kənar. İndi düzdür. Bax, bir dənə məsələ mən sizə bir şey deyəcəm. Fənüstü inteqrasiya əvvəl belə idi ki, uşaq onu, məsələn, mən modem keçirəm uşağa, modem. Şəbəkə keçirəm də, şəbəkə. Şəbəkədə bizdə var, burulmuş cütlər var, koaksal kabel var, fiberoptik var. Mən əgər burulmuş cütdən danışıramsa, uşaq onu xəyalında canlandırırdısa, əvvəllər belə idi də. Deyirdi ki, fənüs. İndi müəllimi məcbur edir ki, o gedirsən evdə işlənmiş toklardan biraz qırırsan, şunuldan zaddan nəsə, aparırsan uşaq ona toxunur, əlini vurur. Həqiqətən də onu sinifdə fəaliyyət tətbiq edirsə fənüstü inteqrasiyadır. Bunu biraz dəyişiblər. Yenə də deyirəm, burada biraz dəyişiklik var. Əvvəl belə idi ki, xəyali bir situasiya idi. Uşaq sadəcə xəyalına canlı. Məsələn, deyirdi ki, büdcə, ailənin büdcəsi. Uşaq xəyalını canlandırırdı ki, ailə bir dənə kassam var. İçi dolu puldur. İndi deyir ki, o kassa var ya, onu sinifdə gətir kardondan, nə bilim, taxtadan, nə bilim, kauçukdan düzəlt, yarat, qur, praktika ilə, tətbiq elə. Aydındır, başa düşürsünüz, amma hər ehtimala burada verilən sual bizdə bəli.
C variantı doğru cavabdır. Şagirdin öyrəndiklərini həyatla əlaqələndirilməsi. Bu da fənn üstü inteqrasiyadır. Təhsil alanın dərsdəki, dərsdən kənar fəaliyyətinin qarşılıqlı əlaqəsidir. Əslində İndi olan var, indi olan daha dolğun cavab belə olmalıdır. Yəni düzdür, müəllimlər bundan razılaşmır, çünki alışmışıq da biz ona ki, hə orada xəyali bir situasiya olmalıdır. Məsələn, mən onunla razılaşmırdım. İndiki ilə tamına razıyam ki, bu fənüstü inteqrasiya budur. Öyrəndin, öyrətdim sənə. Məsələn, vurulmuş cütü öyrətdim sənə, düzdürmü? Orada 8 dənə naqil olur. İkisi bir əydə, ikisi bir əydə, ikisi bir əydə. Evdə ütüyün tokundan, nə bilim, qırıq, sınıq, salxaq toklar aparmalıyam. Şunul da indi tok Azərbaycan sözü deyil də, yəni şunuldur nədir, nəysə. Aparmalıyam. Uşaq onu birləşdirməlidir. Uşaq onu tətbiq etməlidir, praktika eləməlidir. Və yaxud da evdə sınıq bir dənə monitoru vurub qoltuğuma aparmalıyam məktəbə. Printeri aparmalıyam məktəbə. Canım sizə desin, evdə işləməyən modelimi aparmalıyam məktəbə. Uşaq ona toxunmalıdır. Uşaq onu görməlidir. Başa düşürsüz məni? Bu bizdə fənüstü inteqrasiyadır. Doğru cavab C variantı. Gəlirik klaster. Klasteri tamamlayın. Gəlin tamamlayaq. İnteqrasiyanın növlərindən biridir. Məzmun standartlarının siniflər üzrə əlaqəsini əhatə edir. Məzmun standartı siniflər üzrə əlaqəsini əhatə edirsə, avtomatik olaraq beynimizdə yaranır ki, söhbət şaquli, fən daxili, şaquli, fən daxili, şaquli. Müəllim feilin xəbər şəklini tədris edərkən şagirdlərin oxuyub anlama bacarıqlarını inkişaf elətdirir. Müəllim ifadə yazarkən model sözlər mövzusunu inteqrasiya edir. Müəllim ifadənin həlli zamanı şagirdlərin vurma cədvəli. Bax, bu bizdə şaquli İndi sizin düzdür. Bunu siz səhv yazsınız, mən sizi qınamayacağam. Çünki bu mənim fənnimdir də. Baxın, biz vurma cədvəlini uşağa 2-ci sinifdən öyrənir. İbtidaidən gələcək. 2-ci sinif indi hal-hazırda vurma cədvəli uşaqlara 1-ci sinifin yay tapşırığında verilir. Yayda uşaq evə gedir, 3 ay tətilə. Yay tapşırığı deyə bir şey var. Vurma cədvəlini öyrənməlidir, gəlməlidir. 2-ci sinifə qədəm qoyanda vurma və bölməni artıq əzbər və sərbəst formada tətbiq etməlidir. Amma burada nədir? Müəllim ifadələrin həlli zamanı. Bu artıq gəlir 5-ci sinifə. Bu artıq gəlir 4-cü sinifə. Mən 4-cü sinifdəyəm. 4-cü sinifdə dərsi izah eləyəndə uşaqlara artıq vurma cədvəlin tətbiqini istəyirəmsə, artıq bu 2-ci sinifdir. Təbii ki, bu bizdə şaquli inteqrasiyadır. Yenə də deyirəm, bu sualı səhv yazmaq tarix müəllimi üçün ayıb bir şey deyil də. İndi Müəllim, bu D, E variantları müasir inteqrasiyaya da görə fənn üstü sayılır, yoxsa müəllim əsərdəki hadisələri həyatla əlaqələndirərək bu biliklərdən necə istifadə edəcəyini bildirir. Bildirmək yox. Orada əsərdəki hadisələri gətirdi, belə deyək də, həqiqətən də ona göstərdimi, tətbiq eləyə bildimi? Olsaydı bəli. İndi hal-hazırdakı inteqrasiyanın xeyr. Razılaş. Görürsüz, mən heç onları oxumuram. inteqrasiya yoxdur da onda? Bəli, bəli. Mən heç onları oxumuram. İndi bizim yeni kitabımız çıxacaq da mütləq şəkildə bu qədər dəyişiklik olubsa, yəqin ki, fevral ayının 25-i 30 aralığına qədər inşallah ki, kitab çıxacaq. Həm nəzəriyyə çıxacaq, həm də test toplusu çıxacaq. Və bu testlərin heç birini siz orada görməyəcəksiniz. Nə üçün görməyəcəksiniz? Çünki bunlar artıq sıradan çıxıb da. Bax, məsələn, C variantı doğrudur. Mən onu oxudum da. Məsələn, A variantında da boşluq var, B-də də, amma C variantı dolğun cavabdır. Bu bizdə şaquli inteqrasiyadır. Gəlirik 8. Uyğunluq istəyir bizdən. Hə, bu Aybəniz müəllimənin dostlarıdır. Doğruda doğru, yanlışda yanlış. Deməli, mən doğruda, Nə oldu hə müəllim? bəli, C variantı. Doğruda doğru axtarmalıyam, yanlışda yanlış. Uyğunluq istədiyi üçün. Fənlər arası inteqrasiya şagirdin dərs zamanı əldə etdiyi bilik, bacarığı gündəlik həyatı ilə əlaqələndirilməsidir. Əlaqələndirir. Sizcə bu fikir doğrudur? Səhv yox. Niyə? Həyatla əlaqələndirir. Həyatla əlaqələndirən hansı inteqrasiya idi? Fən sağ ol. Fən üstü inteqrasiya. Mən buna yazıram mənfi. Fənlər arası inteqrasiya təlim üsullarının düzgün seçilməsini təmin edir. Ay Allah, bu nə danışır? Bu nə deyir? Bu nə danışır? İlahi Pərverdigarə. Biz belə bir şey demişik, sən Allah. Yox. Yadıma gəlmir, deməmişik. Fənlər arası inteqrasiya müxtəlif siniflərdə bir fənnin mövzular arasında əlaqə. Düz deyir bu? No. Fənlər arası inteqrasiya hər hansı bir fənn üzrə anlayış, bacarıq, bilik, hər hansı bir fənn üzrə deyirik. Bu fənlər arası düzdür bu? Yenə də yox. İki fənn arası Bu, olmaq. bəli, iki fənn arası. Əgər bir fənnin daxilində
anlayışdan söhbət gedirsə, bu fən daxili əlaqədir. Bizdən uyğunluq istəyir. Doğruda doğru var, ay müəllimlər. Doğruda plus var, yoxdur. Deməli getdi. Yanlışda yanlış 3 və 4. 3 və 4 doğru cavab B variantı. Qəşəng bu belə olanda maraqlıdır, adama ləzzət eləyir. 3 ilə 4-ü götürürsən axı. Sonra getdik növbəti 9-cu sual. Yenə də bizdən bir uyğunluq istəyir. Gəlin baxaq. Görək bizdən hansı cavab olacaq. Yanlışda yanlış. Uyğunluq istədiyinə görə. Məzmun xətti hər il daha mürəkkəb bacarıqların formalaşdırılmasını təmin etmək üçün dəyişir. Da mənim boğazım burada yara oldu. Dedik ki, belə bir şey yoxdur. Dəyişən nədir? Alt standartdır. Summativ qiymətləndirmə sualları hazırlayarkən məzmun standartının tələb olunan bilik bacarığı indi siz deyin, bu doğru oldu, səhv oldu. Anası olduğuna görə doğru olur mənim. Ay sağ ol. Anası da doğrudur. Afərin. Gəlirik yanlışda yanlışı axtarırıq. Fən daxili üfüqi inteqrasiya. Eyni mövzunu əvvəlki siniflərlə əlaqələndirmək. Bu da səhvdir mənim. Bəli, bu da bizdə səhv cavabdır. Tədris ili ərzində müəllim alt standartları reallaşdırmaqla vəzifəsini yerinə yetirir. Bəli, düzdür də bu. Bəli, alt standartını reallaşdırmaq mənim ən böyük vəzifəm hələ odur da. Doğrudur. Bizdən doğruda doğru 2, yanlışda yanlış 3, 2, 3 A variantı doğru cavabdır. Qeydirik 10-cu sualımıza. Fənlər arası inteqrasiya nədir? Fənlər arası inteqrasiya iki və daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq, prinsiplər. Onların sintezin edilməsidir. Doğru cavab B variantı. 11. Müəllim mədəni davranış qaydaları mövzusunu tədris edərkən şagirdlərə öz təcrübələrindən, şahid olduqları hadisələrdən nümunələr gətirib fikirlərini bildirməsini istədi. İstəyir ki, gəlin fikirlərinizi bildirin. Hər hansı fikir bildirin. İndi baxın, bu sualda da artıq yeni qaydaya əsasən boşluq var. İndi bilmirəm siz bunu işləmisiniz yəqin ki, fən üstü inteqrasiya götürmüsünüz də. Artıq orada nə deyəcəkdi? Baxın, davranış qaydalarının mövzusunu keçərkən öz fikirlərini ola bilsin ki, kağız üzərində rəsm çəkərək, nə bilim, nəsə də kompüterdə nələrsə, yəni burada artıq praktik bir tətbiq var. Nümunələr gətirib fikir bildirməsi. Əgər fikir bildirirəmsə, yenə də fən üstü inteqrasiya. Burada əslində C variantını götürmək olar. Amma artıq belə suallar düşmür. Daha praktik suallar düşür. Daha praktika tələb edən suallar düşür. Amma yenə də siz 11-də C variantını yaza bilərsiniz. Gəlirik 12. Aşağıda verilənlərdən hansı yanlışdır? Təlimdə fəndaxili və fənlər arası inteqrasiya məzmun xəttini təmin edir. Hay Allah. Xeyr, səhvdir bu. Altdan. Elə bu Bəli. variantını. Doğru cavab A variantı. 13. Hansı fikir yanlışdır? Effektiv inteqrasiya həm də şagirdlərdə yumşaq bacarıqları inkişaf elətdirir. Aydın məqsədlərin olması keyfiyyətli kurikulum meyarının biridir. Məzmun xətti hər fənnin şagirddə formalaşa bildiyi bacarıqlardır. Müxtəlif fənlərin məzmun xəttləri arasında əlaqə qurulması üfüqi inteqrasiyadır. Bu səhvdir. Müxtəlif fənlərin məzmun xəttləri arasında. Necə fənlərin olmalıydı? Müxtəlif fənlərin yox da, eyni fənlər. Eyni kitabdan olur. Bəli, eyni fən, eyni fən. Bəli. Məsələn, tarixdirsə, tarixin əlaqələndirilməsindən danışırıq. Riyaziyyatdırsa, riyaziyyatın. Müxtəlif fənlər yox, eyni fənnin daxilində baş verir o proses. Doğru cavab, yəni yanlış cavab bizim üçün olacaq. Hansı variant idi o? Oxuduq indi. D variantı. Bəli. 14. Verilən fikirlərdən hansı yanlışdır? Müəllim tədrisin metodlarını seçməyi sərbəst seçə bilməlidir. Sərbəst seçməsi onun haqqı demişik də. Buyurun. 13-də D oldu, müxtəlif. 13-də, müxtəlif fənlər yox, müəllim. Orada deyirik ki, səhv ona görə səhvdir ki, bu. Eyni fənnin məzmun xəttləri arasında əlaqə, üfüqi inteqrasiyadır. Yaxşı? Biz orada eyni fəndən danışırıq. 14. Müəllim tədrisin metodlarını seçməkdə sərbəstdir. Bu onun demişdiyi nə idi? Haqqıdır, hüququdur. Bəli. Alt standartın siniflər üzrə dəyişməsi onlar arasında inteqrasiyanın tətbiqinə şərait yaradır. Alt standart siniflər üzrə reallaşmadıqda
Növbəti tədris ili üçün dəyişmir. Səhvdir bu. Ay müəllimlər, bir də sizə bir şey deməyim. Belə bir şey var ki, məsələn, tutaq ki, 7-ci sinifdə mən dərs keçirəm uşağa. Uşaq bunu qavraya bilmədi. 8-də də eyni şeyi keçirəm. Belə bir şey var. Yox, xeyr mənim. Xeyr. Hə. Bax, deməli biz misallar çəkərək yadda saxlamalıyıq da. Deməli elə yanlış olan budur da. Deməli bizim üçün 14-cü sualda yanlış olan elə C variantıdır. Alt standart siniflər üzrə reallaşdırmadıqda, nəsə bir orada reallaşdırmayan bir şey qaldıqda deyir növbəti tədris üçün dəyişmir. Alt standart dəyişir. Belə bir şey yoxdur. Dövlətin norması, qanunu, qaydası hər il dəyişir. Alt standart da elə bir şeydir ki, biz onu yenə də deyirəm, dərs zamanı da dəyişə bilərik. Bir dərsdə bir neçə alt standartdan da istifadə edə bilərik. Gəlirik 15. Gəlin uyğunluq. Bu belə suallar qəşəng suallardır, həm də öyrənməmiz üçün. 14-cü sualda D variantı var idi müəllim orada. Baxaq. Nəticə yönümlülük götürə bilərik, yoxsa Alt standartı siniflər üzrə əlaqələndirməklə müəllim həm də kurikulum prinsiplərindən birini reallaşdırmış olur. Hansıdır o? Bəli, İntegrativlik prinsipı. əlaqə deyirsə hansı nəticə yönümlülüyü niyə götürürsən ay müəllimə? Siniflər üzrə əlaqəsi də, məsələn ondan 9-cu siniflə əlaqələndirirəm. Yox, kurikulum prinsiplərdən hansı olur müəllim orada bəs? Günay müəllimə nəsə deyirik. Ay Günay müəllimə eşidirəm də siz inteqrasiyadır da. Mən eşitmirsiniz. Aha, bəs integrativlik. Günay müəllimə bayaqdan Eşidirəm, deyirəm. deyirəm ki, integrativlik. Hə. Günay müəllimə, bəli inteqrasiyadır, inteqrativlikdir. Nə deyirəm? Mən sizi eşitmirdim Günay müəllimə. Başa düşdüm, hə, inteqrasiya. Ümumiyyətlə sualı verən kim idi? Mən idim müəllimə. Ki- Tamam müəllim. hə, siz. Günay müəllimə mən sizi eşitmirdim, yox. Səs gəlmirdi mənə. Sonra danışanda eşitdim. O kurikulum prinsiplərini tam şey eləməmişəm də, onları qarışdırıram, ona görə maraqlı gəlir. Problem yoxdur. Soruşun. Əlbəttə soruşmaq sizin haqqınızdır. Mən də milyon dəfə cavab vermək mənim vəzifəmdir. Orada bir problem yoxdur. Prosta müəllimə eşitmirdim. Müəllimə orada deyirmiş inteqrasiya, mən onu eşitmirdim. Üzürlü bilin müəllimə. Deməli, doğrudur. Bu bizdə inteqrativlikdir, əlaqədir, inteqrasiyadır. Uyğunluq istəyir. Təlimdə inteqrativliyi təmin edir. Alt standart. Aha. A variantı deməli uyğundur. Gəlin yazaq. A variantı uyğundur alt standarta. Fənnin şagirddə formalaşdırdığı bacarıqlar üzrə kömək eləmirəm, özür istəyirəm. Da mən bunu öldüm də deməkdən. Məzmun xətti, bəli. Şagirddə formalaşdırdığı bacarıqlar bərabərdir məzmun xəttinə. Məzmunun davamlı inkişafı, Davamlı inkişaf da alt standart. bəli, məzmunun davamlı inkişafı biz deyirik ki, bu alt standartdır. Bəli. Fənnin məzmununun əsas istiqamətini müəyyənləşdirir. Əsas istiqamətdir. Bəli. Bu bizdə əsas istiqamətdir, leytmotivdir, ana xəttdir, bünövrədir, dəyişməyəndir. Deməli uyğunluğu biz müəyyənləşdirdik də AC 2-yə uyğundur. BD də 1-ə uyğundur. Deməli uyğun olacaq yox, A variantı, bəli. Alt standarta aid edilə bilməz. Gəlin baxaq. Hər bir sinifdə tədris olunan fənnin məzmununun davamlı inkişafını təmin edir. Da mən öldüm də bunu deməkdən. Alt standartın belə bir dənə funksiyası var da. Yəni fənnin məzmununun davamlı inkişafı, yəni getdikcə çətinləşən, dərinləşən deyə bir var, bəli var. Bizə nə deyir? Aid edilə bilməz. Bu aid edilə bilər də. Demək mən bunu götürmürəm. Götürmədiyim üçün də birləri buradan çıxıram. Şagirdləri dərsə cəlb etmək üçün istifadə olunan təlim strategiyası. Bu aid edilir. Xeyr. Alt standarta aid edilmir. Təlim strategiyası da var. Alt standartdır bu müəllimə. Təlim strategiyası. Summativ qiymətləndirmənin aparılmasını təmin edir. Gəlin hamısını oxuyaq. Bəli. Bu da bizim üçün doğru cavabdır. Mən bunu da götürmürəm. 3-ləri çıxıram. Təhsil verənin keyfiyyət göstəricinə qoyulmuş dövlət tələbi. Belə bir şey mən bilmirəm. Öyrənməmişik. Bunu götürürəm. Qazanılan bacarıqların həyatda tətbiq edilməsi. Tətbiqinin. Bu bizdə bu bizdə inteqrasiyadır. Bunu da götürmürük. Doğru cavab 2 və 4-dür. Şagirdləri
dərsə cəlb etmək üçün. Əslində dərsə cəlb etmək motivasiyadır da. Motivasiyada alt standartda yer almır. Amma təlim strategiyasını seçmək sadəcə olaraq dərsi təşkil etmək üçün. Bəli, bu alt standartda, amma cəlb etmək üçün yox da. Əslində Bəli. o da cəlb etmək sayılır da. Məsələn, mən iş formasından tutaq ki, cütlərlə işdən nə üçün istifadə edirəm? Hə, deyir ki, sən alt standarta baxıb cütlərlə işi seçirsənsə, alt standartdır. Baxın, alt standart nədir? Təlim strategiyasıdır, düzdürmü? Strategiya dediyimiz məsələdə iş üsuludur, iş formasıdır. Bax, deyir, bu iş üsulunu seçirsəni, məsələn, tutaq ki, mən bu gün iş üsulu olaraq klasterdən istifadə edirəm. Bu klasteri alt standarta baxıb seçdin, hə, bu doğrudur. Amma burada deyir ki, şagirdi cəlb etmək üçün. Şagirdi cəlb etmək də bizdə motivasiyadır. Şagirdi biz motivasiya mərhələsi də dərsin əvvəlində baş verir. 5-10 dəqiqə olur. Dərsdə yatan o, nə bilim, quş uçurdan, nə bilim də, yəni kağızla birinin saçını dartan, neyniyə, onlar aradan qalxmaq, məqsəd odur. Sinifdə hamı müəllimə bir nəfər kimi qulaq asır, diqqət ilə qulaq asır. Yəni motivasiya dediyimiz məsələ 5-10 dəqiqə arasında olur. Heç 10 dəqiqə də yox, 5 dəqiqə. Məsələn, mən uşaqlara necə motivasiya edirəm? Görürəm ki, həqiqətən də yatırlar da, yəni olur. Ən çox da saat 3, saat 15:00-da olan dərsdə olur. Bu görürəm ki, yuxulayır da, yəni konkret uşaq əsnəyir, az qalır ki, yəni necə əsnəsin də, yəni. Neynirəm? Yəni bunun üçün biz nə edə bilərik? Uşaqlara balaca motor bacarıqları istifadə eləyə bilərik. Ayağa qalxıb oturur. Özüm də, yəni onlarla bir yerdə bir də görürsən mən də yuxulayıram. Mən də gözümdən yuxu axır. Dururuq, otururuq və yaxud da əllərimizi hərəkət elətdiririk və yaxud da uca səslə suallar verirəm. İndi bizdə ən çox proyektorla işləyirik deyə, məsələn, proyektorda maraqlı bir şey qoya bilərəm kompüterlə bağlı. İndi siz öz ixtisasınıza uyğun nələrsə eləyə bilərsiniz ki, onlara maraqlı gəlsin. Yəni motivasiya mərhələsi 5 dəqiqə, 10 dəqiqə olur. Onu izah eləmək istəyirəm sizə. 17. Müəllim 16-da AB variantı oldu da, səhv eləmirəmsə. Bəli. 16-da A variantı doğru cavabdır. Bəli. 17. Uyğunluğu müəyyən edin. Doğruda doğru, yanlışda yanlış. Doğruda doğru, yanlışda yanlış. Nə üçün? Çünki uyğunluq istəyir. Hər hansı fənnin daxilində mövzular arasında yaradılan əlaqə fən daxili inteqrasiyadır. Doğru fikirdir bu. Bəli, doğru. Bəli. Məzmun standartlarının siniflər üzrə əlaqəsini təmin edən, əhatə edən üfüqi inteqrasiyadır da bunu dedik, bu bizdə şagird inteqrasiyadır. Öyrənmənin həyatla əlaqələndirmə fənüstü inteqrasiyadır. İnteqrasiyadır, bəli. Doğrudur. Siniflər və fənlər üzrə summativ qiymətləndirmə aparılmasını təmin edir. Alt standart. Baxın nə yazıb bura? Məzmun xətti. No, yanlışdır. Doğru cavab 1, doğru cavab 4. 1, 4, C variantı. Aydındır. Uyğunluq dediyimiz məsələ doğruda doğru, yanlışda yanlış olmalıdır. Gəlirik 18. Verilmiş fikirlərdən biri doğru hesab edilə bilməz. Gəlin baxaq. Alt standart sinifdən sinifə keçdikcə dəyişir. Bəli, dəyişir, mürəkkəbləşir, çətinləşir. Məzmun xəttinin tələb etdiyi bacarıq formalaşarsa, bu növbəti tədris səviyyəsində, təhsil səviyyəsində onun dəyişməsinə səbəb olur. Xeyr, məzmun xətti dəyişməz. Aha, indi bir dənə sual verim də sizə. Hansı idi ki, demişdik ki, şagirddə bir bacarıq formalaşdı, bitdi. Digər Əsas bacarığı formalaşdırmaq istədikdə hansı? Əsas standart. Əsas standart. Əla, super. Davam edirik. 19. Yanlış bəndi müəyyən edin. Məzmun standartları 2 hissədən ibarətdir. Bilik, fəaliyyət. Mən onun sizə sxemini də göstərdim. Bəli, müəllim 8-də nə oldu? 8, 18B. B. B, bəli. Məzmun standartı 2 hissədən ibarətdir. Bilik, fəaliyyət. Doğrudur? Bəli, doğrudur. Öyrənmə prosesi baş verməsi məktəblə məhdudlaşdığı üçün dayan. Öyrənmə prosesi bayaqdan biz danışırıq fənüstü inteqrasiyadan, bayaqdan danışırıq məktəbdən kənar tədbirlər, bayaqdan danışırıq ki, əlavə məşğələ saatları, nə bilim nələr və burada ucu dayanırsan. Deyir, öyrənmə prosesinin baş verməsi məktəblə. Amma indiki zamanda uşaqlar hazır halva istəyir. Açıq bir şey deyim ki, hələ məktəblə məhdudlaşdırmaq istəyir də yəni uşaq. Konkret olaraq evdə deyir ki, ev yazısında gedin məktəbdə yazın, vəsə. Evə heç nə vermir.
Mənim oğlum valideyn belə. də Mənim 6-cı fikrimlə ayda istəyirsiniz razılaşın, istəyirsiniz razılaşmayın. Allah haqqı, mən hər dərs sözü uşağın dəftərini yoxlayar. Deyim ki, bir laqeyd müəlliməm. Yox. Belim day sınır. Ayaq üstə saat neçə saatda ayaq üstəyəm. Yəni uşağın dəftəri ortada gəzir. Nə. Uşağa baxıram, işarə qoymuşam. Görüm ki, bu dəftər açılır. Bu kitab açılır heç olmaya. İnanın elə uşaq var. Kitaba işarə qoyuram, heç özünün xəbəri olmur ki, necə ona işarə vururam. Elə də gətirir, elə də aparır, elə də yəni hal-hazırda çox təəssüf ki, elə məktəblə məhdudlaşır. 20. Doğru fikri müəyyən edin. Eləyək də. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Bəli, bu qaydadır. onda 19-da B variantı oldu. Bəli, Öyrənmə bəli, prosesi. bəli. Çünki öyrənmə prosesi müəllimə deyir, öyrənmə prosesi baş verməsi məktəblə məhdudlaşdığı üçün. Burada uje yanılırsınız da ki, axı öyrənmə prosesi təkcə məktəblə məhdudlaşa bilməz. Aydındır? Öyrənmə prosesi dediyimiz məsələ hər an, hər saniyə daim olmalıdır. İnsan aktiv bir varlıqdır. Və indi bu bizim belə deyək də insani olaraq psixoloji bir tərəfimizdir. İnsan aktiv bir varlıqdır və biz hər zaman araşdırmaçı olmalıyıq. Bir müəllim olmaqla deyil. Yəni söhbət burada hə mən müəlliməm, nə bilim gedim 5 dəfə test işləyim, 10 dənə nə bilim videoya baxım, özümü inkişaf elətdirim. Söhbət bundan getmir. İnsan olaraq biz Allah Taala bizi elə yaradıb ki, bax bir dənə düşünün ki, telefonumuz yoxdur. Planşetimiz yoxdur, kompüterimiz yoxdur. Bir dənə nə var? Otaqdır. Bir dənə sizsiz. Əlinizə də veriblər bir dənə dəftər, bir dənə qələm. Allah haqqı, siz o otaqdan, sizi bağlayıblar da ora, konkret olaraq sizi oradan bağlayıblar. Vəsə. İnanın mənə ki, siz o otaqdan şair olub çıxacaqsınız çölə. Bu belədir. Çünki insan beyin var. Bax heç vaxt deyir ki, o mən demirəm ha bu statistikadır, bu təcrübələrdir. Bax deyir ki, bir dənə otaq düşünün. Bir ay həmin insanı ora bağladın, kilitledin. Əlinə bir dənə prosta sadə qələm vermisən, bir dənə də ruçkada prosta ruçka vermisən, bir dənə də dəftər vermisən. O insan aktiv varlıqdır, beyni aktivdir. Heç vaxt şeirlə məşğul olmayıb. Heç vaxt rəssamlıqla məşğul olmayıb. Heç zaman bir dənə adi bir dənə gül çəkə bilməyib bu insan. Bir dənə otaqdadır, əlində nə var? Dəftəri, qələmi. O insan o otaqdan ya şair çıxacaq, ya hekayə yazısı çıxacaq, ya da rəssam çıxacaq. Bu belədir. Nə üçün? Çünki bizim beynimiz aktivdir. Allah Taala bizi belə yaradıb. Bizim doğuluşumuz, yaradılışımız belədir. Bu formadadır. Və öyrənmə prosesidir də bu. Öyrənmə insan hər an, hər saniyə nəsə öyrənməyə can atır. Canımız bilirsiniz necə? Bir var bax o otaqdakı insan var. Nə qədər yatacaq? Nə qədər yatacaq? Məsələn, mən də hərdən deyirəm ki, elə yataram, 20 gün yataram. Ondan sonra insan istirahət eləməsi. Bu yeni ildə də yanvarda Allah haqqı bir gündən sonra adamın beyni pozulur. Ki, nə qədər adam elə evdə səs-küy eşidər. Deyirəm, yox, yox, gedək dərsimizə. Gedək biz öz evimizə gedək. Sən Allah yığışdıraq da bu şeyləri. Çünki nə üçün? Öyrəşirsən və plus da aktiv varlıqsan. Beyin olaraq, funksiya olaraq aktivdir. Bax, biz ona görə də uşaqlarımıza da bunu aşılamalıyıq. Fənüstü inteqrasiya deyirik. Fənüstü inteqrasiya elə budur da. Bunu şagirdə başa salmaq ki, ay başa dönüm. Təkcə kitabı götürdün, oxudun oradan 5 dənə cümlə, gəldin Nuranə, anlatdın, danışdın, ha nə bilim kiməsə baxırsan, danışırsan, nə, onu mən göydə tuturam. Gəl siz tutmursunuz ki, uşaq bunu bir nəfəsə variantlar düzüb ora, yaxud da elə ya özü yazıb. Niyə tutmursan? Tutursan da, görürsən də. Yəni bu öyrənmə prosesi bizə lazım deyil. Özünə lazımdır. Bunu şagirdə aşılamaq lazımdır, öyrətmək lazımdır. Amma başa düşsələr də. Doğru fikir istəyir. Bax bu da bizdə A variantı doğru fikirdir. Deyir, təhsil proqramı, təhsil nə idi? Bir ölkəni ayaqda tutan faktordur. Bizim hal-hazırda təhsil proqramımız kurikulumdur. Düzdür? Elə demişik də. Kurikulum nədir? Təhsil proqramıdır. Öyrəndiklərimizdən istifadə edirik, yola çıxırıq. Kurikulum nədir? İlk bölmə. Təhsil proqramıdır. İndi burada deyir, təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri. Bəli də. Yəni təhsil proqramı dediyimiz məsələ kurikulumdur. Kurikulumda müxtəlif fənlər var. 23 dənə fən var. İndi də hələ ikisi də əlavə olunur. 23 dənə fən var, 23-ə yaxın fən var. STEM nədir o? Bəli, bəli. İndi yeni də gətirəcəklər. Baxın, bunlar hamısı harda baş verir? Ümumi təlim nəticələrində baş verir də. Yəni ümumi o təhsil müəssisəsində, bəli. Doğru Onda fikirdir. ilimdadır bu. Bəli, bəli. Deməli 20-də A variantı. 21 fəndaxili üfüqi inteqrasiya müəllimdən nəyi tələb edir? Bu qəşəng sualdır. Müəllimdən nəyi tələb edir? Eyni sinifdə
Fənnin Hə. məzmun xəttləri Məzmun arasında. xəttlərin arasında Doğru var. cavab C variantı. Gəlirik doğru fikri seçin. Gəlin seçək. Fən kurikulumunda alt standartların dəyişməsi bilik bacarıqların mürəkkəbləşməsindən asılı deyil. Bay. Niyə asılı deyil ki? Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək təhsil verən hüququdur. Bay. Xeyr. Tələb yönümlülük şagirdin gün ərzindəki dərsləri, müəllimin izahatları və dərslikdən istifadəsi əsasında öyrənməsidir. Müəllimlər təhsil qanununun tələbinə uyğun olaraq alt standartlarda dəyişiklik eləyə bilər. Müəllim alt standartın A-sında dəyişiklik eləyə bilməz. Çünki o dövlətin normasıdır, tələbidir. Nətər dəyişiklik eləyə bilərsən? Getdi bu da. Tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik bacarığı formalaşdırmaq üçün vasitədir. Doğrudur da. Yəni mən mövzunu şagirdə niyə aşılayıram, niyə çatdırıram? Həm də bir dənə sizə qəşəng cümlə deyəcəm. Deyir ki, bu gün biz şagirdlərə fənnimizi öyrətməliyik, fənnimizi tərbiyə etdirməliyik, eyni zamanda inkişaf elətdirməliyik. İndi deyirəm ki, müəllim sinifə daxil olur, mövzunu öyrətməlidir, mövzunu tərbiyələndirməlidir, mövzunu inkişaf elətdirməlidir. Bir var öz fənni. Bax, bir də o tərbiyə məsələsində deyim. Tərbiyə də orada əxlaq normaları öyrətmək deyil. Tərbiyə mövzunun tərbiyəvi hissəsidir. Mövzun bu günləri tutaq ki, qurğulardan düzgün istifadə eləməkdir. 50 yaş gedib, nə bilim, qurğuya toxunma. 50 yaş kompüterə toxun. Kompüterin arxasında düzgün otura bilməyən uşaqlar var. 11-ci sinif uşağıdır. Hələ belin əyir, nə bilim, qıçın üstünə qoyur. Su gətirir, qoyur yanına. Bunlar olmaz. Mən bunu aşılamalıyam, bunu tərbiyə edirəm. Yoxsa əxlaq dəyər öyrədən deyirəm ki, bax bizim üçün doğru fikir E variantı. E variantı doğru fikirdir. Deməli, tədris olunan mövzular, yəni mən mövzumu tədris edirəm. Şagirdlərdə tələb olunan bilik bacarığı, yəni bilik və fəaliyyəti formalaşdırmaq üçün vasitədir. Bəli. 23. Müəllim şagirdlərə dəniz və okean axınları ilə bağlı mövzunu tədris edərkən kapilyar qan və toxumalar arasında qida maddələrinin və tullantılarının mübadiləsini təmin etdiyi kimi axınların da quru ilə dəniz və okean arasında su, çöküntü və qida maddələrinin mübadiləsini təmin etdiyini nümunə gətirdi. Allah cümlədə iki dənə söz. Məsələn, fənlər arasında Hə, demək. hə. Cümlənin başını buraxın. O getdi. Bir dənə orada nəyi tutun? Kapilyarı bir dənə tanıdım burada. Bir dənə də başa düşdüm ki, dəniz və okean. Biyologiyadır. Ay sağ ol. Hə, o cümlənin mahiyyəti yoxdur. Biyologiyanın anatomiya bölməsi. Ay sağ ol. Əla. Dəniz, okean, Biyologiya coğrafiya. bitkilərdən bəhs edir. Zoologiya heyvanlardan, anatomiyada insanlar. Əla. Bir tarix müəllimi düşməlidir qırmızı kitaba ki, zoologiyanın hissələrini bilir. Əhsən. Olur nə? Fənlər arası inteqrasiya. Müəllim şagirdlərdə Fənlər arası. Birincisi də B bəndidir. bəli. Çünki dəniz, okean özü coğrafiyadır. Kapilyarlar da bizim üçün Zoologiya. bəli. Sonra müəllim şagirdlərdə xəritədən və coğrafi obyektlərdən istifadə edərək istiqamət müəyyənləşdirmək bacarığını formalaşdırmaq istəyir və bu məqsədlə onlara situasiya təqdim edir. Təsəvvür edin ki, meşədə azmısınız və dostunuzun olduğu A məntəqəsinə çatmaq üçün istiqaməti müəyyənləşdirməlisiniz. Belə bir situasiya verir. Müəllimə. Burada hansı Deyəcəm, inteqrasiya eləmir müəllimə. Həyatla əlaqələndirir də. O fən üstüdür. Bəli, fərüstü inteqrasiyadır. Amma burada indi təsəvvür edin ki, yeni qaydaya əsasən keçmir də Aygün müəllim. Yəni bu sual Onda cavab yeni qaydaya görə burada cavab olmur onda belə. yox. Sualı dəyişmək lazımdır da. İndi təsəvvür edin ki, yox, artıq belə deyək də, istiqamət müəyyənləşdirmə bacarığını formalaşdırmaq üçün məsələn nə demək olar? A məntəqəsindən B məntəqəsinə. Şagirdləri həqiqətən də məktəbin həyətinə apara bilər. Hər hansı bir A məntəqəsi, B məntəqəsi. Burada yazdığın orada tətbiq elətdirməlidir. Məktəbdə nə bilim gizlanqaç oynatmalıdır. Nə bilim ürəyi nə istəyirsə. Bax orada artıq nədir? Uşağa onu elətdirməlidir. Uşaq onu eləməlidir.
Deyir ki, uşaq təsəvvürün 24-dən də B-dir, fen üstüdür. fen üstü, baxın müəllimə, xeyr, fen üstü deyil. Mən sizi aldatmayım da. Yəni bu deyil, bu getdi. Bu sual yoxdur. Gedib, yoxdur bu sual. Unut bunu. Bu sualı unut. İzah eləmək istəyirəm ki, məsələn, tutaq ki, sizə belə bir situasiya nətər ola bilərdi ki, fən üstü inteqrasiya ola bilərdi. Elə ola bilərdi ki, fən üstü inteqrasiyada şagird onu icra etməli idi. Müəllim aparmalı idi uşaqları məktəbin arxasına, cizlankaç oynatmalı idi. Cizlankaç da nədir? Ondan oynatmalı idi. İtirməli idi onları. Onlar bir-birini tapmalı idi. Yerdə xəritə çizməli idilər. İstiqamət çizməli idilər. Getdiyi yolları mellə çizməli idilər. Əvvəllər valla belə oyunlar olurdu da. Yəni ki, həyatda eləyirdi, nə bilim, mellə çizirdi. Müəllimə oyun çıxartmalıdır. Hə, Belə deyək. bax o bizdə fən üstü inteqrasiyadır. Aydındır. İndi bu xəritə və coğrafi obyektlərdən də istifadə edər, istiqamət müəyyənləşdirmək üçün heç həyatə aparma. Əlinə verə bilərsən, nə bilim, saat ala bilərsən, saat əqrəbi. İndi bilmirəm də, indi coğrafiya müəllimləri başqa cür də istiqaməti müəyyənləşdirə bilər də. Gərək elə həyat aparsın. Əlinə verə bilər A4 vərəyi. Nə bilim, onun üstünə nəsə çizimlər çizə bilər, nəsə çizgilər çizə bilər. Yəni, yenə də deyirəm, orada tətbiq var, praktika var. Ümid edirəm ki, məni başa düşürsüz də. Yəni bu deyil. Bu sualın cavabı yeni qaydaya əsasən bu deyil. Müəllim şagirdə yeni mövzunu tədris edərkən ötən tədris ildəki mövzulara istinad edib. Əvvəlki təlimdə qazanmış bilik, bacarıqlar. Əlbəttə, burada fəndaxili, şaqili inteqrasiyadır. Müəllim riyaziyyat dərsini keçərkən konusun həcmi mövzusunu keçdikdən sonra şagirdlərə evdə konus formalı əşyaları taparaq onların həcmini müəyyənləşdirməyə tapşırır. Ya, bax, bu bizdə fən üstü inteqrasiyadır. Çünki ən azı evimizdə var da bu. Konus həcmli, yəni belə çıxmasın, meşədə yaşamırıq ki, evdə yaşayırıq da. Konus həcmli, Nə başa düşdüm ki, üzürlü sayın. buyurun. Onu tətbiq eləyiriksə, ona misal çəkiriksə fen üstüdür. Bəli, amma real da, real. Məsələn, əgər düşünün ki, konus xəyali bir şeydir. Məsələn deyirəm, konus düşünün ki, xəyali bir şeydir. Olmayan bir şeydir də, yəni. Deyirəm ki, gedin o evdə o əşyadan tapın, mənim üçün gətirin. Uşaq o tapa biləcək. Hardan gətirəcək onu? Deyirəm, get günəş sisteminə əli vur gəl. Uşaq gedib günəşə əlini vurub gələ biləcək? Yox. Hə, indi xəyalında uşaqcan gözün yumur. Amma mən də gözümü yummuşdum. Yuxuda gördüm ki, filan kəs mənə 1000 manat pul verdi. O boş şeydir. Onlar keçmir də müəllimə. Başa düşürsüz nə demək istəyirəm? Əvvəlkində keçirdi. Əvvəlkində nə deyirdi? Deyirdi ki, uşaq gözün yumub xəyal qurur. Gözün yumub nə bilim çıxır evin damına. Evin damında, nə bilim, gedir orada, nə bilim, toklardır, nə bilim, nələrdir. Xəyali bir situasiyalardır da bunlar. Amma indi deyir ki, fizika sualıdır ya. Həqiqətən də o naqilləri, şunulları görürsən, tətbiq edirsən, onu həqiqətən də əlin toxuna bilər ona, bəli. Və bu konusda var da evimizdə. Yəni konusa bənzər müxtəlif fiqurlar var. Biz onları həqiqətən tətbiq edə bilirik. Ona görə doğru cavab A variantı. Fəndaxili inteqrasiya nədir? Fəndaxili inteqrasiya nədir? Müəyyən bir fən üzrə, Dərsindən, bəli, bir fəndən çıxırlar. bəli. Müəyyən bir fən üzrə anlayış, bilik və bacarığın əlaqələndirilməsi 27-də A variantı. 28-də bilik kurikulumun əsas xüsusiyyətidir. Şagirdin şəxsiyyət yönümlü inkişafı əsas götürülür. Bəli. İndi sizə sual verirəm. Şagirdin şəxsiyyət yönlü inkişafını əsas götürür. Bu bizdə hansı prinsipdir? No. Şagird yönümlülük. Bəli. Baxın, Bəli. əziz, hörmətli həmvətənlər və yoldaşlar. Biz şagirdə şəxsiyyət kimi yanaşırıqsa, bu şagird yönümlülüyüdür. Əvvəlki məsələ necə idi? Uşaq obyekt idi. Müəllim subyektdir. Şagird obyektdir. Gəlirdi müəllim, çantasını daşıyırdı uşaq, otururdu, dərsi oxu, yaz, 5-6 10, əla, super, qurtar. Budur fəaliyyət. İndi uşaq müəllimi yerinə deyir, müəllim, mən gəlib o sualı izah eləyə bilərəm sənin kimi. Deyirsən, gəl izah elə. Sənin qələmini götürə bilərəm, deyirsən, gəl götür. Filan şey eləyə bilərəm, gəl. Sinifdə gəzə bilərəm, əlbəttə ki, gəzə bilərsən. Problem nədir ki? Hara istəsən get. Bunu mən indi güya ki, özümə görə deyirəm də, yəni ki, güya indi bunu biz şəxsiyyətin alçalmırıq da. Nə deyirsə deyirik ki, baş üstə, nə deyirsə deyirik baş üstə. Bu şəxsiyyət yönümlü prinsipdir.
Nazı ilə oynayırıq. Pərvanə oluruq onun başına. Sən gəlmir ki, müəllimə yapışdan cəza almışam. Bəli, səhər də dərsə gəlmir ki, mən vəbşi öz bildiyimi eləyirəm. Mən vəbşi dərsə də gəlmirəm. Sağ olun, salamat olun. Deməli, ona görə də yadda saxlayırıq ki, şagirdin şəxsiyyət önümlü inkişafı əsas götürülür. Bu bizdə kurikulun əsas prinsipidir. Və şagird yönümlülük prinsipidir. Şagird yönümlülük 29. Yanlış fikri müəyyən edin. Bizdən yanlışı istəyir burada. Gəlin baxaq. Fənlər arası 29 inteqrasiya. oldu. A Tam variantı. variantı. Bəli. Fənlər arası inteqrasiya dərs zamanı bir neçə fənni əlaqələndirərək tədrisi qurmaqdır. Doğrudur da. Fənlər arası inteqrasiya bir neçə fənni əlaqələndirir. Bəli, doğrudur. Məzmun xətti bütün fənlər üzrə fərqli təqdim olunsa da, siniflər üzrə dəyişməsi bəzi fənlərdə mümkündür. Ay Allah. Başım tutdu. Belə bir şey deməmişik də, yəni. Yaxşı, nə demişiksə o. Yanlış olan cavab B variantı. Kurikulumun prinsipinə aid deyil. Gəlin baxaq. Təklif C variantı, yönümlülük. müəllimə, təklif. Evet. Müxtəlif siniflərdə məzmun standartları arasında əlaqə. Müxtəlif siniflərdə məzmun standartları arasında əlaqə əlbəttə şagili inteqrasiyadır. Doğru deyildir. Doğru olmayan fikri bizdən istəyir. Gəlin baxaq. Fəndaxili inteqrasiya hər hansı bir fən daxilində mövzular arasında bəli, doğrudur. Məzmun xətti hər fənnin şagirddə formalaşdırdığı bacarıqlardır. Bunu dərsdə altın çizərək sizə demişdim. Müəllim fəaliyyətini alt standartının tələbinə uyğun planlaşdırır. Əlbəttə, sənin boyunun bir nömrəli borcudur alt standart. Alt standartı nətər düşünün? Müəllimsiniz, vəzifəniz var, müəllim. Orada mühürləndi də sizdə. Elə bir alt standart sənin ən böyük vəzifən olmalıdır. Ən böyük vəzifən, ən böyük tələbin onu reallaşdırmaqdır. Qiymətləndirmə məzmun xətti üzrə fəaliyyətin reallaşdırma. Belə bir şey yoxdur, heç bunu oxumaq lazım deyil. Qiymətləndirmə nədir? Şagird nailiyyətinə qoyulmuş dövlətin normasıdır, tələbidir. 33. Doğruda doğru, yanlışda yanlış istəyir. Doğruda doğru, yanlışda yanlış. Alt standart. Mən bağışlayın. 32 də oldu. Onu da qiymətləndirmə məzmunu. Bəli. Gəlir. Deməli, doğruda doğru, yanlışda yanlış. Alt standart sinifdən sinifə dəyişsə də məzmun etibarilə dəyişmir. Baxın, indi özünüz cavab verin. Bu bizdə doğrudur. Xeyr. Niyə? Doğru deyil mən. Niyə? Məzmun etibarilə. Dərinləşirdə getdikcə məzmun dəyişmir. Aha. Bəli də doğrudur da. Məzmun xətti müəllimin dərsdə hansı strategiyadan istifadə edəcəyini aydınlıq edir. Standartdır müəllimə. Bəli, məzmun xətti deyil. İndi məzmun xəttinin yerinə məzmun standartı olsaydı doğru olardı. Oldu. Bəli. Olar. Təlimdə fəndaxili fənlər arası inteqrasiya məzmun xəttini təmin edir. İnteqrasiya. Alt standartları. Evet, yanlışdır. Fənn üzrə məzmun xəttləri bütün siniflər üzrə dəyişməzdir. Bəli. Doğrudur. Sektör üzrə xeyr. Doğrudur da, necə xeyr? Dəyişmir. Dəyişməzdir də ay müəllimə. Məzmun xətti bir dənə nə vaxt dəyişir? Ayrı-ayrı fənn daxilində. İnformatikanın məzmun xətti ilə tarixin məzmun xətti eyni deyil. Ayrı-ayrıdır da. Bunda dəyişir. Başqa dəyişən yoxdur da. 1 də 3. D variantı. 1 3 1 3 yanlışda yanlış götürür müəllimə. Yanlışda yanlış. 1 3. Bəli, 1 3 B variantı. Sonra davam edirik. Müəllim 2-ci sinifdə dəyişənli ifadələrin həlli zamanı 2-ci sinifdə keçirilən vurma cədvəli bəli, şagili inteqrasiyadır. Müəllim ədəbiyyat dərsində şagirdlərə Nizami Gəncəvin İskəndər əsərindəki İskəndər ilə tarixi şəxsiyyət kimi İskəndəri müqayisə etdi. Onda 34-də B olur da, fen daxili şaguli. Bəli. 35-ə baxın, oxuyuram yerinə. Aha, afərin, doğrudur. Nə üçün? Ədəbiyyat dərsindən nəyi əlaqələndirdi? Evet. Bizim fəni. Bəli, sevinirik. Yaşasın tarix fənni. Gəl, bu da sizin fənninizə uyğun sualdır. Müəllim Səfəvilər dövləti Şah İsmayıl Xətai mövzusunu keçir və Xətainin Azərbaycan ədəbiyyatındakı rolundan danışır. Fənlər arası da müəllimə ədəbiyyatla tarixdir bu da. Evet, fənlər arası. Məzmun xətti nədir?
Məzmun xətti dedik ki, müəllim səlməsin. Yox, bu deyildi. Yox, bacarıq. Bu şey Şagirdə təlim boyun təklifidir. bacarıq. Ay sağ ol. Fənn üzrə şagirdin formalaşdırdığı bacarıqdır, ana xətti, leytmotivdir, dəyişməyən hissədir. Eyni fənn daxilində dəyişmir. Doğru cavab B variantı. Müəllim sinifdə dinləyib anlamaq üçün video çarx izlədir. Elə bilin ki, bu Azərbaycan dilinin sualıdır da. Amma yenə də oxuyaq. Daha sonra əldə olunmuş informasiya, həmin o informasiyaya münasibət bildirmək üçün esse, yəni inşa yazırıq. Əgər biz indi bunu sizin fənninizdə necə əlaqələndirmək olar? Deyə bilərsiniz ki, video çarxa baxıb, video çarx qoydunuz, baxdı, sonra deyirsiniz ki, gedin xəritədəki, nə bilim, nəysə də orada nəsə eləyin. Böyük yazma üfüqi sayılırdı da elə Hə, bilirsə. bəli, bəli. Bunlar üfüqi inteqrasiyadır. Nə üçün? Deyir ki, burada məzmun xəttləri arasında baş verir də. Aydındır, üfüqi inteqrasiya məzmun xəttləri arasında. İndi düzdür, sizin bunu bilməməyiniz sizin üçün bir problem deyil də. Çünki bu Azərbaycan dilidir. Dinləyib anlama ayrıdır, oxuyub anlama ayrıdır, baxma ayrıdır, nəysə, Azərbaycanda fərqlidir. Sizin üçün necə ola bilər? Sual onu deyək. Məsələn, tarix müəllimi video çarxa bax uşaqlara göstərdi. Sonra payladı hərəsindən printerdən çıxartdığı bir dənə xəritə, balaca düşünün də, hərəsinin qabağında bir dənə mövzumuz da, nə bilim, Almaniya. Və Almaniya ilə bağlı, nə bilim, bir cümlə ilə fikrin yazsın. Nə bilim, ola bilər ki, orada desin ki, Almaniya ilə Atropatenanı, nə bilim, nağarsın, neynəsin. Çoxlu suallar yaratmaq olar. İnanın ki, mənim beynimdə hər dərs keçəndə belə deyir, hər dərs. Beynimdə bir dənə suallar formalaşır, bir dənə suallar yaranır. Bəzən elə o suallar nətər yaradır? Sən beləncə olur da, videoya baxıb xəritə qoydu qabağına, xəritəni rənglətdirə bilərsiniz. Xəritəyə uyğun nələrsə cümlələr deyirsiniz ki, cümlələr yazın. İndi tam olaraq necə bir xronologiya məsələn verə bilərsiniz də. Bacım düzəldir, hər həftə aparır uşaqlar üçün. Nə bilim, balaca kiçik kağız parçaları yəqin siz də istifadə edirsiniz də. O da indi imkan daxilində də nəyəsə gücümüz çatırsa o. Allah haqqı elə olub ki, o adi vərəq parçası aparmışıq. Özü də bu şey dəftərdən çıxardıb paylamışıq ki, sən Allah lövhəyə yazıram, nəyəsə çəkirəm, sən də çək dəftərə. Yəni infrastrukturun zəif olduğu məktəbdə mən də işləmişəm. Birdən-birə elə hamımız gəlib elə proyektor görməmişik, nə bilim ağıllı monitor görməmişik. Yavaş-yavaş olub da o proses. Amma bir şey deyim ki sizə, məktəbin infrastrukturunun zəif olması bəzən dilləri müəllimi geri aparır. Müəllimi geri aparan nədir? Oxumayan uşaqdır. Əgər uşaq varsa, uşaq can atırsa oxumağa, vallah billah, inanın mənim səmimiyyətimə ki, müəllim neynəsə də şəhəri gətirəcək o kəndə, nə bilim, evindəki avadanlığı daşıyacaq o sinifə ki, o uşaq oxusun da, yəni. Məqsəd ancaq o uşağın oxumasıdır. 39. Hansı fikir doğrudur? Nə oldu müəllimə? Deməli, fəndaxili üfüqi. Deməli, C variantı. Hansı fikir doğrudur? Bölmə üzrə summativ qiymətləndirmə həyata keçirilməsinin məzmun xətti təmin edir. Vay vay. Nə idi bu? Summativ qiymətləndirmə. Alt bölmə Alt standart və yaxud da məzmun standartı, bəli. Alt standart dövlət tələbi olduğundan müəllimin fəaliyyətində onu əsas götürməlidir. Müəllim fəaliyyətində onu əsas götürməlidir. Alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətində onu əsas götürməlidir. Dərsin məqsədi keçiriləcək mövzular əsasında müəyyənləşir. Dərsin məqsədi keçiriləcək mövzular əsasında müəyyənləşir. Dərsin məqsədi mövzular əsasında müəyyənləşir. Alt standartın dəyişməsi, bəli. Alt standartın dəyişməsi şagirdlərin onun tələbinə nə qədər cavab verdiyi ilə bağlıdır. Alt standartın dəyişməsi şagirdlərin, bəli, bu da doğrudur. Daha doğrusu yox. Alt standartın dəyişməsi şagirdlərin onun tələbinə cavab verməsi. Alt standartın dəyişməsi nə ilə bağlıdır? Alt standartın dəyişməsi mənim məqsədimlə bağlıdır. Məsələn, bir dərsdə bir neçə alt standart istifadə edə bilərəm. Bu da deyil. Bizdən yanlışı istəyir, doğrunu istəyir. Doğrunu istəyir. doğru müəllimə. Müəllim alt standartı şagirdlərə təqdim etməklə onları xeyr, bu cəlb olunmaqla alt standartın dedik heç bir əlaqəsi yoxdur. Y variantı deyil, yəni burada. B bəli.
Alt standart dövlət tələbi olduğundan müəllimin fəaliyyətinə əsas bəli, 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 doğrudur. Tamamilə doğrudur. C variantında nə üçündür? Aygün müəllim orada dedi, eşitdim. Dərsin məqsədi müəyyənləşərkən biz alt standartı əsas götürürük. Bəli, doğrudur. Fizika müəllimi şagirdlərə layihə tapşırdı. Layihəni şagirdə Həmin o layihədə şagirdə fizika, kimya, biologiya müəllimlərinin köməyi lazım olacaq. Deməli, burada fənlər arası inteqrasiya var. Bir də layihə. Layihə çalışaq ki, Tənəffüsdür dedik bəli, müəllimə. fən üstü inteqrasiyadır, amma orada bəzi məsələlər var da. Yəni, uşağa layihə verdim, uşağı başlı başına buraxmalı deyiləm. Yenə də orada, yenə də deyirəm. Həqiqətən də o layihədə nəyəsə toxunacaq da. Məsələn, biz layihə keçirmişdik. Yaranan telefon. Telefonun elə bil anadan olduğu dövrdən günümüzə qədərki hissə. Təsəvvür edin ki, uşaqlar nə etmişdi? Nənəsi gildən əvvəlki telefondan gətirənlər kimi, bir günlük gedib prokata telefon alan kimi, o masa düzəltmişdi də masanın üzərinə ki, bu gəlib çıxıb nəhayət ki, iPhone-u. Aydındır. Yəni bu həqiqətən uşaq o telefona toxunub. Bu layihədir də. Layihə uzun müddətli, orta müddətli, qısa müddətli ola bilər. Bizim layihəmiz məsələn bir həftəyə yekunlaşdı. Bir həftə, yəni 5 gün. 5 gün müddətində biz artıq layihəmizi həyata keçirdik. Bu bizim üçün toxunduq da ona. Bu fən üstü inteqrasiyadır. Yəni layihəni də orada başlı başına buraxmaq lazımdır da. Yəni ki, xəyali situasiya olmasın, yenə deyirəm. Praktika, tətbiq mütləqdir. İndi burada fənlər arası və fən üstü gedir. A Bəli, variantı. bəli. Verilən fikirlərdən hansı kurikulumun nəticə önümlülük prinsipi? Gəlin baxaq. Deməli, müəllim keçdiyi dərsi həyatla xeyir. Mənim dərsəm xeyir, potensial deyil. Tələbat da deyil. Dərsin sonunda şagird, bəli, D variantı doğrudur. Deyir, dərsin sonunda şagirdlərin hansı bilik bacarığa yiyələnməsi, müəllimin dərsin əvvəlində şagirdlərə elan etməsi, bəli, doğru cavab D-dır. Uyğunluğu müəyyən edin, doğruda doğru, yanlışda yanlış. Məzmun xətti, mənimsənməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilən, hay Allah, bu deyil də, bu deyir ki, bu əvvəlcədən deyil. Bu təlim nəticəsidir. Qələmimizi aktivləşdirək. Doğruda doğru, yanlışda yanlış. Bu yanlışdır. Məzmun standartı şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bəli, doğrudur. Alt standartını tərifi yox, alt standart baladır, ona aiddir. Yanlışda yanlış. Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Leytmotivi, ana xətti, bünövrəsi. Hə? Düzdür bu müəllimə Bəli. məzmun xətti. Müəllim nəticədə Doğrudur. Məzmun xətti tədris iyerarxiyası olub, sinifdən sinifə keçdikcə dəyişə bilir. Məzmun xətti eyni fən daxilində dəyişmir. Sinifdən sinifə keçdikcə dərinləşən və mürəkkəbləşən alt standartdır. Onda fənlər yoxdur. 2 ilə 4. 2 və 4. Gəlirik. Uyğunluq istəyir yenə də. Uyğunluq deyirsə, doğruda doğru, yanlışda yanlış. Məzmun standartı 2 hissədən ibarətdir. Bilik, bacarıq. Sxemi gördünüz, dəftərimizə qeyd elədik, super. Bacarığın formalaşdırılması vərdişə əsaslanır. Bacarığın formalaşdırılması biliyə əsaslanır. Bilik. Yanlışdır bu. Məzmun xətti fən üstü inteqrasiyanı həyata keçirilməsində mühüm rol oynayır. Ay Allah, bu nə deyir? Standart. Ay sağ ol. Yəni belə bir şey yoxdur da. Müəllim təlim-tədris prosesində şagirdin müxtəlif yaş dövrünün xüsusiyyətini baxın, orada bayaq Aybəniz müəllimə dedi, qavraması, nə bilim uşağın idrakı, nə bilim nəyi, dərrakəsi, o söz axtarırdım. Dərrakəsi. Deməli yanlışda yanlış 3-dür, doğruda doğru 1-dir. 1 və 3-dür. A variantı. A variantı, bəli. Bəli. Gəlirik. 44. Müəllim mübtəda mövzusunu yenə də Azərbaycan dilinə aid sualdır. Sizin səhvləmə ehtimalınız %99%-dir. Üzülmürük. Müəllim mübtəda mövzusunu keçərkən aşağı sinifdə. Artıq burada səhv eləməlidirsiniz. Çünki sizə ipucu verib də. Aşağı sinifdirsə şagilidir. Hər fənnin şagirddə formalaşa biləcəyi bacarıqlardır. hər fənnin şagirdə forma. Müəllimə bu
formada birləşir. Bu şeydir də məzmun xətləridir. Bəli. Nəhayət ki, Aygün müəllimə bu mövzunu öyrəndi. İlahipərvərdigarə. Müəllimə 44-də B-dir, 45-də də D-dir, hə? Bəli, 45-də dedi. Deməli, bizim üçün 1.1.3-ün testləri bu qədərdir. Biz Həm burada ədəbiyyatdan sual verir.